Hamısını da yeyib olardım. Melik'e bak. Oxuyaq. Meşədə gömbul dovşanlar da var, arıqlar da, iri dovşanlar da var, gödək boylar da, ağıllı dovşanlar da var, səfehlər də, təmizkar dovşanlar da var, pintilər də, dişi dovşanlar da var, erkəklər də. Necə görünsələr də, onların hamısının 2 uzun qulağı olur. Rikin də 2 uzun qulağı var. Amma təəccüblənməyin, yo, gülməyin. Axı Rikinin xətrinə dəyər. Melik yoksa ağlıyor. Hə, ağlayar. Ama bak bu kışkırıyor, bu gülüyor, bu gülüyor. Bu barmağı ilə göstərir. Hə. Bu da gülüyor. Bəs Riki nə hiss eləyir? Ağlıyor. Üzülür. Nə üçün üzülür? Bulayın için. Bu değil, yok. Onların hərəkətinə görə üzülür. Ha. Rikinin qulaqları fərqlidir. Yəqin ki bilirsiniz, dovşanların qulaqları gərək düz olsun. Dimdik, düppədüz. Yuxarı, hər ikisi. Amma Rikinin sağ qulağı sallanır. Şəlpə qulaq, meşədəki digər dovşanlar tez-tez onu lağa qoyurlar. Qışqırırlar. Qulağını qaldır, qulağını düz tut bizim kimi, haycan. Bu nə üçündür? Bir də nə deyəsən, o heç nə eləmir və üzülür Rikinin bu halına, hə Sofi? Hə, üzülür. Üzülür ki, görəsən Rikiyə niyə belə eləyirlər? Ay, sağ ol. Onun üçün üzülür. Mama, Rik ağacdan cəzə bilər yerdə. Sallanıb ağacdan, hə? Hə. 2 düz qulaq. Yazıq Riki bundan başqa heç nə istəmirdi. Amma nə edirdisə etsin, qulaqları düz dayanmırdı ki, dayanmırdı. Yumşaq tüklü Riki ağacın budağından baş aşağı sallananda qulaqları düz dayanırdı. Axı bütün həyatı boyu ağacdan baş aşağı sallanıb dura bilməz. Sofi, səncə dura bilər? Yox. Utandığından Riki qulaqlarını gizlətməyə çalışır. Nənəsinin toxuduğu köhnə çaydan örtüyünü başına qoyur. Bunu görən meşədəki dovşanlar gülməkdən ürəyi gedir. Axı onlar indiyədək həyatlarında belə gülməli vəziyyətlə rastlaşmayıblar. Xoşbəxtlikdən Riki onları eşidə bilmir. Amma bu papaq onun uzun qulaqlarını çox incidir. Bir gün Axtük Rikinin ağlına maraqlı fikir gəlir. Şəlpə qulaqlarını düzəltməyin yolunu tapır. Ağıllı dovşan yerkökünü sallanan qulağının içinə qoyur. Meşədəki digər dovşanlar Rikinin tapıntısını görəndə gülməkdən uğunub gedirlər. Qulağını dişləyə bilərəm, dovşanlardan biri soruşur. Sonra o düz çubuq götürüb iplə qulağına bağlayır ki, dimdik dayansın. Bu dəfə də dovşanlar daha çox gülürlər. Üzülür. Gedir. O hətta sallanan qulağını bintlə sarıyır ki, düz dursun. Bir dəfə atasının tilovunu götürür, qulağını paltar sancağı ilə qarmağa bərkidir. Çox cəhd edir ki, şəlpə qulağı düz dursun. Günlərin bir günü o şarın köməyi ilə qulağını dikəltməyə səy göstərir. Dovşanlar isə bunu görəndə arxası üstə yaşıllığa sərələnərək qarınlarını tutaraq qəşş edib gedirlər. Nə qədər çalışsa da heç bir tədbir Rikinin işinə yaramır. Görəcəksiniz, mən bu qorxunc qulağı kəsəcəm, görəcəksiniz, deyə başını qaldırıb acıqla meşədəki ağaclara qışqırır. O səfeh, ədəbsiz dovşanlarla da bir də heç vaxt görüşməyəcəm, heç vaxt. Bəlkə həkimə getməliyəm, deyə o içini çəkir. Bu zaman sanki onun qulağı əvvəlkindən daha çox sallanır. Həkim Rikinin qulağını həm daxildən, həm də xaricdən müayinə edir. Qulağın uzunluğunu ölçür, müxtəlif qəribə əşyaları səsləndirir. Rikinin səsləri eşidib eşitmədiyini yoxlayır. Həkim müayinənin nəticələrini dəqiqliklə yazır. Sənin bu qulağla heç bir problemi yoxdur. Ama bu deyəsən həkimdə. Aha. Mama ayaq qoymaq izi. Məncə o tərəzidir. Hə. Məncə. Bir ayaq qoyursan. Bəs kütləni harda göstərir?
şəkillənir. Hə. Yox, çıxdım bunun üstünə ağırlığı harda göstərir? Ay, sağ ol. Burada hərflər yazılır. Ay, sağ ol. Sənin bu qulağının heç bir problemi yoxdur. Yəni hər şey qaydasındadır. Sadəcə biraz möhkəm deyil. Düz durmasa da başqa dovşanların qulaqlarından yaxşı eşidir. Unutma ki, qulaqlar bir-birindən fərqli olur. Sofi. Bu nədir? Heç nə kağız. Sakız. Hə, düz durmasa da başqa dovşanların qulaqlarından yaxşı eşidir. Unutma ki, qulaqlar bir-birindən fərqli olur. Bu da təbiidir. Buyur, indi isə yer kökünə qonaq ol. Riki evə qayıdarkən yol boyu həkimin dediklərini dönə-dönə götür-qoy edir. Bəli, dovşanların qulaqları bir-birindən fərqli olur. Bu həqiqətən də belədir. Bax, anamın qulaqları şirindir, atamınkilar isə güclüdür. Babamın qulaqları ağıllı, nənəminkilər isə çox yumuşaqdır. Əlbəttə, deyə Riki fikirləşir. Mənim də bir-birindən fərqli 2 qulağım var. Biri düz dayanır, digəri isə sallanır. O öz-özünə... Mama, sən də qədiyə bilmirsən, anamla da qədiyə bilirlər. Sən ağıllısan da. Sən belə deyirsən. O öz-özünə düşünüb gülür. Yuxarı, aşağı. Bir ora baxın, Riki gəlir. Balaca bir dovşan təşvişlə qışqırır. Bıç. Hani o balaca dovşan, Sofi? Hani o çıqqılı dovşan? Baxın. Ay, sağ ol, düz tapdın. Salam Riki, yerdə oturmuş ən böyük dovşan deyir. Səni yenidən görməyimizə şadıq. Sənsiz necə də darıxdırıcı idi. Qulaqlarınla bağlı bizə yeni bir fənd göstərəcəksən? Hə, əlbəttə, Riki deyir. Əla yeni bir fənd öyrənmişəm. Sabah hamınızı təpənin üstündə gözləyəcəm. Amma gələrkən özünüzlə 2 dənə şirin yer kökü və bir parça da ip götürməyi unutmayın. Şuraya bax, qoz çıxır. Qoz çıxır, Riki. Bax ora, Riki. Baxın, Riki deyir. Hamınız yer kökünün birini önə uzadın. Digər yer kökünü isə qulağınıza bağlayın. Dayanın, mən sizə göstərəcəm. Burada qoz var, Bax, burada belə. qoz var. Biri yuxarı, biri aşağı. Çox Qaq, əyləncəli. qaq, qaq, qaq. Çox əyləncəlidir. Dovşanların gülməkdən ürəyi gedir. Onlar elə indiyə qədər bu qədər çox gülməmişdilər. Amma ən əsas məsələ odur ki, onların hamısı bir-birinə oxşayır. Sofi, dovşanlar neynədilər axırda? Neynədilər dovşanlar axırda? Vay. Neynədilər dovşanlar? Kəllə başı ayak üstə. Kəllə başı.